Hər vaxtınız xeyirli olsun. Belə bir tərəzilərə aid sualın izahını vermiş olacağam. Belə bir sualda nə etmək lazımdır? İlk öncə diqqət etirsək, m-in qiyməti 2 dənə aya bərabər olduğunu görürük. Bu arada ipucu olaraq biz burada m hərfini də görürük. Burada isə heç bir yerdə m hərfini biz görə bilmirik. Belə çıxır ki, həmin m-in 2 aya bərabər olması həmin aşağıdakı tərəzidə yəni ona aid olduğunu bildirir. Yəni belə çıxır ki, biz bir dənə m-in yerinə 2 dənə a-nı mütləq şəkildə yazmalıyıq. Bu m-i buradan silirəm, yerinə 2 dənə a yazıram. İkinci məsələ burada nədir? Bu iki tərəzini biz alt-alta toplasaq, bunu necə şifayı görmək olur? Çünki normalda şifayı da düşünə bilirik ki, alt-alta toplasaq l-lər də gedəcək, 2 dənə b də gedəcək. Bunları alt-alta toplasam, a deməli 3 dənə b, bir dənə a, bir dənə l bərabərdir kl və kb-yə. kl, kb. Və burada bir dənə b ilə bir dənə b gedəcək, bir dənə l ilə bir dənə l gedəcək. Diqqətlə baxsaq, burada nə qalır? 2 dənə a, 2 dənə b. Burada isə 2 dənə k qalır. O zaman bir dənə ab-yə, yəni ab bərabərdir bir dənə k-ya. Və diqqətlə baxsaq görərsiniz ki, burada aşağıdakı tərəzidə biz bu AB-ni silib yerinə K yazsaq, tərəzinin sol tərəfini ümumi olaraq A və K görürük. Bura AK-dırsa, deməli burada AK-dır və sualımızın doğru cavabı D variantı olmuş olur.